Pasiyentimiz Elman müəllim bir 10-15 gün bundan əvvəl bizə müraciət etmişdi. Mədə-bağırsaq sistemi ilə bağlı problemi vardı, ödü ilə bağlı problemi vardı, mədə-altı vəzi ilə bağlı problemi vardı. Biz müəllimi yoxladıq, müalicələrimizi yazdıq. İndi 15 gündən sonra təkrar gəlibdi bir də yoxlanma, çünki bəzi kritik vəziyyətlər vardı. Yoxlamaq istədik ki, onlarda nə dərəcədə düzəliş olur. Şükürlər olsun, aldığımız nəticələr müsbətdir. İstəyirdim Elman müəllim də öz fikrini bildirsin. Buyurun Elman müəllim. Mən əvvəla sizə çox təşəkkür edirəm. Çox minnətdarlığımı bildirəm həkim. Yəni mən gələndə bu vəziyyətdə dəyərdim. Mən çox pis vəziyyətdə gəlmişdim. Sizin bu 15 gün müalicəniz nəticəsində özümü indi çox rahat hiss edirəm, çox yaxşı hiss edirəm. Demək olar ki, problemlərimin 80% yerdə qalır. Belə fikirləşirəm ki, əgər gələndə o cür pis vəziyyətdə gəlmişdimsə, demək olar ki, heç danışa bilmirdim ağrıdan. İndi şükür, danışa bilirəmsə, deməli 5 gündən sonra lap süper olacaq. Ona görə İnşallah. Sizin İnşallah Allah şəfanızı versin. Hospitalın baş həkimi başda olmaqla bütün kollektivə özlərinin təşəkkürümü bildirirəm. Məni sağlamlığıma qovuşturduğunuz üçün çox təşəkkür edirəm. Çox sağ olun. Və istəyərdim ki, mənim kimi əziyyət çəkən, mədədən, bağırsaqdan, öddən, qaraciyərdən, bu xəstəliklərdən əziyyət çəkən insanlar Milana Hospitala xanıma müraciət eləsinlər. Mənim kimi olacaqlar əla. Çox sağ olun. Çox təşəkkür edirəm.